Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, sizin də vurğuladığınız kimi son günlərdə Azərbaycana qarşı qərəzli atılan addımların sayında artım müşahidə edilir. Elə Azərbaycan Xarici İşlər Nazirliyi məsələ indiki məqamda onlardan biri ilə bağlı açıqlama verib və qeyd olunur ki, 6 may tarixində Fransanın Avropa və Xarici İşlər Naziri Jean-Noël Barronun bununla bağlı bir açıqlaması olub. Azərbaycana qarşı əsassız qərəzli iddialar səsləndirib və Azərbaycan Xarici İşlər Nazirliyindən də dərhal bununla bağlı məlumat verildi ki, bu iddiaları qətiyyətlə rədd edirik. Daha təfərrüatlı informasiyanı hazırda ilə qonağım Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadədən əldə edəcəyik. Xoş gördük Ayxan bəy. Buyurun, detalları sizdən eşidək. Qeyd etdiyiniz kimi, dünən 6 may tarixində Fransa Senatında Avropa və Xarici İşlər Naziri Jean-Noël Barrot müvafiq olaraq dinləmələr çərçivəsində Azərbaycana qarşı növbəti dəfə əsassız iddialar səsləndirib. Bu iddiaları qətiyyətlə rədd edirik. Ümumiyyətlə, Fransa naziri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə münasibətdə Dağlıq Qarabağ kimi ifadələrin işlədilməsi qəbul edilməzdir. Eyni zamanda qeyd edək ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüquqi norma və prinsiplərinə uyğun olaraq apardığı haqq ədalət müharibəsi nəticəsində bölgədə sülh quruculuğu tədbirlərinə mane olmaq cəhətləri və ümumilikdə Azərbaycanın suverenliyinin sual altına alınması, həmçinin dini və mədəni abidələrin qorunmasının sual altına alınması barədə açıqlamalar təhrikçi addımlardır və bunlar tərəfimizdən qətiyyətlə rədd olunur. Ümumilikdə qeyd etmək istərdik ki, Azərbaycan tərəfi bölgədə mənsubiyyətindən asılı olmayaraq bütün dini və mədəni abidələrin qorunmasını həyata keçirir və Fransa naziri tərəfindən abidələrin qorunması məsələsində Beynəlxalq Ədalət Məhkəməsinə istinadın edilməsi, eyni zamanda UNESCO missiyasının reallaşması məsələsinə çağırış etməsi də tərəfimizdən qəbul edilməsi hesab edilir. Bildiyiniz kimi, UNESCO missiyasının reallaşması məsələsi ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə çağırış etməsinə baxmayaraq və Azərbaycanın dini və mədəni abidələrinin münaqişə zamanı və işğal dönəmində məhv edilməsi məsələsinin gündəmə gətirilməsinə baxmayaraq Fransa və Ermənistan kimi ölkələr qətiyyətlə UNESCO missiyasının reallaşmasının əleyhinə qarşı çıxış etmişlər və bu barədə faktlar müvafiq olaraq UNESCO-nun 2005-ci il hesabasında da öz əksini tapmışdır. Ümumilikdə bu kimi açıqlamalar bölgədə sülh və sabitliyin bərpa olunması istiqamətində addımlara xidmət etmir. Ayxan bəy, bir əlavə sualım da olacaq. Bilirik ki, hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə uyğun olaraq addımlar atılır və bir müddət əvvəl Avropa Parlamentinin Azərbaycandakı səfiri də Xarici İşlər Nazirliyinə çağırıldı və paralel olaraq yəni ABŞ merinin də qərəzli açıqlamalarını biz müşahidə etdik. Ondan sonraki müddətdə Milli Məclis də bununla bağlı araşdırma apardı və açıqlama verdi ki, erməni lobbisi müxtəlif ərazilərdə daha çox aktivləşib. Normallaşma prosesinin bu cür intensiv irəlilədiyi bir vaxtda bu cür qərəzli iddiaların səsləndirilməsi bu prosesi hansı formada təsir göstərir və nə ilə bağlıdır? Bildiyiniz kimi, Ermənistan diasporası xüsusilə də qərb ölkələrində mütəmadi olaraq sülh gündəliyinə və sülh quruculuğu tədbirlərinə qarşı öz addımları ilə xüsusilə seçilirlər. Onlar ümumilikdə bölgədə sülh və sabitliyin bərpa edilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın nüfuzunun, beynəlxalq nüfuzunun artması dönəmində bu çərçivədə öz fəaliyyətlərini genişləndirirlər. Ancaq biz tərəfindən hesab olunur ki, bu addımların heç bir əsası və nəticəsi olmayacaq və eyni zamanda Azərbaycanın sülh quruculuğu və etimad quruculuğu tədbirlərinə qarşı atılan addımlar uğursuzluqla nəticələnəcək və bu istiqamətdə də tərəfimizdən mütəmadi olaraq aidiyyatı ölkələrdə həm diplomatik missiyalarımız tərəfindən, həm də ki, Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq məlumatlandırma işi həyata keçirilir ki, bu istiqamətdə atılan addımlar, yəni bölgədə sülh və sabitliyin bərpa olunması istiqamətində addımlara qarşı yönəlmiş hər hansı bir fəaliyyət qəbul edilməzdir və bunun qarşısı qətiyyətlə alınmalıdır. Təşəkkür edirəm suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün. Bəli, elə bununla bağlı, məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən açıqlamaları əldə etdi. Jean-Noël Barronun məsələ Fransa Senatında Azərbaycana qarşı səsləndirdiyi qərəzli iddialar və onunla paralel onun kimi digər şəxslərin də Azərbaycana qarşı atdığı bu cür əsassız tarixi faktlara sökənməyən məlumatlar proseslərə, normallaşma prosesinə özəlliklə də birbaşa zərbə vurur. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yerində sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları bizə çatdırdığına görə